Salam xanımlar, xoş gördük sizləri. Bugün mən sizə bu telefon çantasının toxunuşunu göstərəcəm. Əminəm ki, siz də bəyənəcəksiniz. Deməli, mən ideal formada götürmüşəm. Sizin əgər telefonunuz böyük olarsa, biraz da mənim toxuduğumdan uzun formada toxuya bilərsiniz. Mən öz telefonumun ölçüsünə uyğun toxumuşam. Bu formada rahat, yüngül əgər çox böyük çanta daşımaq istəmirsinizsə, bu çantanı rahatlıqla özünüzdə gəzdirə bilərsiniz. Və istəsəniz bu formada zincir eləyib vura bilərsiniz. İstəsəniz də qulp toxuya bilərsiniz. Mən belə incə bir zincir vurdum. Beləliklə başlayaq çantamızı toxumağa. Buyurun, birlikdə toxuyaq. Hanımlar, telefon çantasını toxumaq üçün bizə lazımdır belə iplər. Bu ipin qalınlığından asılıdır. Bu ipimiz 120 metrədir, 250 qramdır. Ancaq mən makrome ipdir bu. Ancaq mən onu bu renkdə toxuyacağım. Bu daha nazikdir. Telefon çantasını bu renkdə toxuyacağım. Daha sonra milçə lazımdır. 2,5 milli. İstəsəniz bu formada qulpunu eləyə bilərsiniz, vura bilərsiniz. İstəsəniz də toxumada toxuya bilərsiniz. Qulp. Daha sonra işarələmək istəsəniz əgər sancaq, bir də knopka, kənarı tikmək üçün iynə və qayçı istifadə edirik. Beləliklə başlayaq. Deməli, ilk öncə bu formada götürürük ipimizi. Formada götürdüm, üst-üstə qoydum. Saldım. Bunu birincini bərkitdim. Bu sayılmır. 1 2 və 3. 3 ilmə toxudum. Bunu biraz çəkirəm. Daha sonra bir dənə elədim. Çevirirəm. Burada 1, 2, 3 dənədir. Əgər siz desəniz ki, mən qarışaram, qarışdıraram, onda tam ortadakı ilməyə belə sancaq vura bilərsiniz. Mən sizin üçün bir neçə dəfə vururam, izah eləmək üçün, daha sonra çıxardacağım. Deməli, çevirdik. Birincidən, birinci dibindəkindən, birincidən 1 və 2. 2 dəfə toxuduq. Bu ortadakından 1 2 və 3 dəfə toxuduq və bu 3 toxuduğumuzun ortadakından, tam ortada ikincidən saldık bir daha. Daha sonra bu kənardakına yenə də 2 dənə toxuyuruq. 1 və 2. Deməli, birinci sırada 3 idi. İndi ikinci sırada oldu 7. Bu ortadakı 3 toxunuş heç vaxt dəyişmir. Həmişə ən sona qədər 3 dənə toxuyuruq. 3 dənə. Bu iki kənarlar da dəyişmir.
Müəyyən yerə qədər 2 toxuyacağıq. Müəyyən yerdən sonra hər birini 2 azaldacağıq. Həmin yerə çatanda mən bir daha göstərəcəm. Bir daha bunu bir dənə toxuduq və çevirdik. Çevirdik. Birincidən yenə də 1 və 2. 2 toxuduq. Bir daha toxuduğumuz burada sümbülün arasından, hər bir sümbülün arasından keçiririk. 1 və ikincidən bir dənə toxuduq. Üçüncüdən də bir dənə toxuduq. Tam ortaya gəldik. Ortadakindən 3 dənə götürürük. 1 eyni yerdən 2 və 3. Yenə deməli burada tam ortaya salırıq. Toxuduğumuzun birincidən yox, ikinciyə salırıq. Toxuduq. Daha sonra yenə də bir daha 1 götürürük. Yenə də 1 götürürük. Ortadakilərdən. Yenə sonuncudan 2 götürürük. 1 və eyni yerdən 2 götürürük. Deməli bu sırada 2 götürdük. 2 tək götürdük. Ortadan 3 götürdük. Yenə 2 tək götürdük. Yenə sonuncunu 2 götürdük. Bir daha 1 toxuyuruq, çeviririk. Yenə 1 2 2 toxuduq. İndi 1 2 3 4 4 dənəsindən 1 götürürük. 1 2 3 və 4. Gəldik tam ortaya. Ortadakindən 3 götürürük. 1 2 və 3. Bir daha sancağımızı salıram. Birinciyə yox, ikinciyə. Tam ortadakına. 3 götürdüğümüzün ortadakına. Və bir daha. Buradan 2 götürdük. 4 toxuduq. 3 götürdük. Bir daha 4 toxuyuruq. Daha sonra 2 götürürük. 1 2 3 4 4 burada 4 toxuduq və sonuncudan 1 və 2 götürdük. Bir daha sonuncudan 2 götürdük. Və 1 toxuyuruq, çeviririk. Bir daha 1 2 götürdük. Daha sonra bu formada buradan tam sümbülün içindən kenar qanadından 1 2 3 4 5 və 6. 6 tək götürdük və tam ortaya gəldik. Tam ortadan 3 götürürük. 1 2 və 3. Bir daha sancağı salaram araya. Əgər sancaq salmaq istəmirsinizsə, bu ortanı itirməmək üçün, məsələn, bu kənarda 6 toxuduq, daha sonra keçdik tam ortaya. Tam ortanı toxuduq.
onda saya toxumaq lazımdır. Bu kənarda 6 tək toxuduqsa, bu kənarda da 6 tək toxumalıyıq. Daha sonra sonuncunu cüt toxuyuruq. Deməli, bir cüt toxuyuruq, 6 tək toxuyuruq, sonra bir üçlü toxuyuruq, daha sonra yenə 6 tək toxuyuruq, daha sonra sonuncunu yenə də 2 toxuyuruq. Birinin içindən 2 dəfə çıxardırıq. Bu formada. Bir daha çalışın toxuyanda sayın ki, burada say neçədirsə, burada da eyni olmalıdır ki, forması düzgün alınsın. Bir daha. 1 2 3 4 5 6. 6 tək toxudum və sonuncunu cüt toxuyuram. 1 və 2. 2 dəfə götürdüm. Və bir dənə artırdım. 6 idi, indi olur 2 toxuyuram. 1 2. Birincidən 2 dənə götürdük. Daha sonra bir daha sayıram. 1 2 3 4 5 6 7 8. Deməli, hər dəfə 2 artır. 2 buradan artır, 2 buradan artır. Yine sancağı çıxardırıq. Tam ortadayıq. Ortadan 3 dəfə götürürük. 1 2 və 3. İkincidən salırıq. Bir daha eyni sayda olmalıdır. 8 olmalıdır. 1 2 3 4 5 6 7 8 ve sonuncu biraz burada dipte kalır. Ona göre onu yaddan çıkartmayın. 2 dəfə götürdük. Gördüğünüz kimi eğer sayarak toxusanız sancağı bura keçirtməyə ehtiyac yoxdur. Bu tərəfdə say neçədirsə, burada da say eynidir. İki kənarlardan 2, ortadan 3, arada 1 götürürük. Ve bir daha çeviririk. Bir daha 1 2 1 2 3 4 5 6 7 8 9 ve 10. 10 toxudu. Tam geldik ortaya. 1 2 ve 3. 3 toxudum. Bir götürürük indi. 1 2 3 4 5
6, 7, 8, 9, 10. 10 toxuduq və sonuncudan 2 götürürük. 1 və 2. Siz bunun telefon çantanızın enini telefonunuzun üstünə də qoyub toxuya bilərsiniz. İstəsəniz telefonunuzun üstünə qoyub toxuyursunuz. Mən toxudum. Oldu 10 santı. Əgər sizin telefonunuzun ölçüsü 10 santıdan artıqdırsa, 1 və ya 2 sırada toxuyursunuz. Mən toxuduğum formada toxuyursunuz. Ondan sonra indi mən göstərəcəm necə eləmək lazımdır. Gəldik sona. İndi mən enini, mənim üçün eni yetərlidir. Ona görə də indi bu ölçüdə saxlamaq istəyirəm. Bundan sonra toxuyanda məndə ölçü dəyişməyəcək. İndiyə qədər toxudum, artırdım, amma bundan sonra ölçü dəyişməyəcək. İndi bu formada eləyirik. Dibdəkindən götürdük. Toxumuruq. Onun yanındakindən də götürürük. Bu formada. Üçünü bir çıxartdıq. Üçünü bir toxuduq. Daha sonra bunları olduğu kimi 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 və 11. 11 burada azaltma elədim. 11 toxudum. Ortaya gəldik. Ortada heç bir dəyişməyəcək. Ortada bir daha 1, 2, 3. Ortada artırdığımı burada kənarda azaltma eləyəcəm. Beləliklə də bir daha indi sayırıq bu kənarı. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 və 11. Bu kənarda 11 tək toxudum. Burada da 11 tək toxuyuram. Və gəlirik sona. Buradan birini götürdüm. Saxlayıram ilmədə. Daha sonra tam dibindən də götürürəm. Sonuncudan. Götürdüm. 3 oldu. Üçünü formada toxudum. Bir daha birini toxuyub çeviririk bu tərəfə. Gəldik bura. Bir daha. Buradan birini çıxartdım. Yanındakindən birini çıxartdım. Və üçünü birlikdə götürdüm. Bu formada 1. Gördüyünüz kimi indi dəyişməyəcək. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10
ve 11. Burada bir azaltma elədik. 11 toxuduq ve tam ortaya geldik. Tam ortadan həmişəki kimi 1, 2 ve 3. 3 tane toxudum. Bir daha buradan 11 tane toxuyuram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 ve 11. 11 tek toxudum ve 1, 2. Hər birindən götürürəm. Buradan toxudum ve çevirirəm. Yine de birini götürdüm. Onun yanındakinden da birini götürürəm. Üçünü bir toxuyuruq. Bu formada. Deməli, beləliklə istədiyimiz ölçüyə gələnə qədər, deməli, buradan birini, ikisini yan yana götürürük, azaltma eləyirik. 11 dənə toxuyuram. Siz əgər enini eləmək istəsəz, daha böyütsəniz, onun sayı artır, fərqi yoxdur. Amma burada 11-dirsə, burada da 11 olmalıdır. Burada 9-dursa tək. Burada da 9 olmalıdır. Burada 13-dürsə, burada da 13. Hər iki tərəfdə eyni olmalıdır. Çalışın ki, toxuyan zaman sayın ki, çox miqdarda toxuyandan sonra səhv etmiş olmayasınız. Yəni səhvi vaxtında, əgər nəsə səhv eləmiş olsanız, vaxtında onu düzəltməyə çalışın. Deməli, mən burada 2 azaltma eləyirəm. 11 toxuyuram. Burada 3 dənə artırma eləyirəm. Daha sonra yenə 11 toxuyuram. Yenə burada azaltma eləyirəm. Sonra çevirirəm. Bir dənə burada bir ilmə toxuyub çevirirəm. Yenə ikisini bir yerdə çıxardıram. Azaltma eləyirəm. 11 toxuyuram. 3 toxuyuram. 11 toxuyuram. Yəni bu toxuduğum say dəyişmir. Bundan sonra toxuduğum say dəyişmir. Burada artırıram, burada azaldıram. Burada artırıram, bu kənarlarda azaldıram. Bu formada istədiyim qədər toxuyuruq, istədiyimiz qədər. Çalışdım ki, bunu ara vermədən sizə izah edeyim ki, sizin üçün qaranlıq heç bir şey qalmasın. Bu formada istədiyimiz ölçüyə gələnə qədər toxuyaq, daha sonra davam elətdirək. Xanımlar, mən istədiyim ölçüyə gələnə qədər toxudum. Deməli, siz istəsəniz daha böyük, uzun toxuya bilərsiniz. Sizin telefonunuzun ölçüsünə uyğun toxuyarsınız. Daha da kiçik toxuya bilərsiniz. Deməli, mənim toxuduğum 48, tam 48 santıdır. 48 santıdır. Deməli, bu formada, indi mən formada qoyuram. Belə. Telefonunuzu qoyursunuz içinə. Ona uyğun da xanımlar, mən yetəri qədər toxudum. Deməli, toxuduğum üzlüyün ölçdüm. 47 santıdır. Yetərlidir mənim üçün. Baxın. Deməli, belə qoyuruq. Belə ölçürük. Yetərlidir. Deməli, bundan sonra başlayırıq
bunun kənarlarını toxumağa. Gəlib bura çatmışıq. Bu başdan. İndi deməli sırayla toxuyuruq. Burada öncə bu hissədən götürürük, sonra buradan. Buradan, daha sonra buradan. Deməli bu formada götürdük. İndi buradan götürürük. Daha sonra bu biraz çukurdu, bura biraz hündürdədir. Bu formada toxuduq. İndi buranı götürürük. Hər birinin bir bu formada götürdük. Bu formada səliqəli alınır. Kənarları qəşəng görünür. Düz olur. Bu formada deməli bir bu çukurdan götürürük. Bir bu təpəcikdən götürürük. Bir buradan götürürük. Bir buradan götürürük. Deməli bir buradan, bu hissədən, bir bu hissədən, bir bu hissədən, bir bu hissədən. Bu formada deməli bir buradan, bir buradan, bir buradan, bir buradan. Formada bu hissəyə gələnə qədər toxuyuruq. Səliqə ilə. Deməli bir buradan götürürük bu hissədən. Bir buradan, bir buradan, bir buradan, bir buradan, bir buradan, bir buradan, bir buradan. Bu formada bu küncə gələnə qədər toxuyuruq. Deməli gəldik, bura çatdıq. Bu hissəsi künc hissəsinə çatdıq. Küncündən götürürük. Deməli bir dəfə götürürük. 2 dəfə götürürük. Dəqiqə bağışlayın. Bir dəfə götürdüm. 2 dəfə götürdüm. Ve 3 dəfə. Bu hissədən 3 dəfə götürdüm. Bura səliqəli alınması üçün, dairəvi alınması üçün. Daha sonra yenə də deməli hər birindən bir dənə götürürük. Formada götürürük. Geldik daha bir küncə. Eyni formada eləyirik bu küncü də. Deməli küncdən götürdüm ipi. Bir dəfə elədim. 2 dəfə elədim. Ve 3 dəfə elədim. Bu formada bura necə olursa burada eyni formada. Daha sonra çeviririk bu bir kənarını. Burada necə eləmişik? Bu formada göründüğü kimi formada alındı. Bu formada. Deməli
bu hisseden götürürük. 1 bu hisseden götürürük. 1 bu hisseden götürürük. 1 bu hisseden götürürük. Bu formada ta bu künce kadar, bunun bu küncüne kadar toxuyuruq. Bu hissəyə qədər toxuyuruq. Buradan sonra davam edirik. Hanımlar, toxuyub gəlib bu hissəyə çatdım. Deməli, sonuncudan da götürürəm, toxuyuram və keçirik bu hissəyə. Bu hissəni eləyirik. Bu hissəni başqa cür eləyirik. Deməli, buranı da götürdük. Daha sonra buradan dibindən götürürük və dibindən. Bunu eləyirik və bu formada saldıq, altından götürürük. Bu formada eləyirik. Saldıq, altından götürdük, bunu içindən çıxardırıq. Hər birinin dibindən götürürük bu formada. Götürdük, içindən çıxardırıq. Götürdük, içindən çıxardırıq. Bu formada götürürük. Bu formada götürürük. Her birinin dibindən götürdük. Uç hissəsinə gələndə istəsəniz orada 2 dəfə də eləyə bilərsiniz. Ancaq mən çox ucu iş olmamaq üçün eləmirəm. Adi qaydada eləyirəm. Keçirik bu tərəfə, bu hissəyə, bu bir hissədən də. Hər birinin dibindən eyni ilə bu bir hissədəki kimi götürdük, içindən çıxardırıq. Götürdük, içindən çıxardırıq. Bu formada götürürük və içindən çıxardırıq. Götürdük. Bu formada bu formada götürdük, içindən çıxartdıq. Hər birinin dibindən götürürük və gəldik. Bir dəqiqə. Və gəldik bu hissəyə. Bu hissə necə idisə, bunda o formada eləyirik. Götürdük və bu formada. Belə formada götürdük və bunu buradan ipi uzun formada götürürük. Kəsmirik. İstəsəniz kəsə də bilərsiniz, istəsəniz kəsməyə də bilərsiniz. Bu formada götürdüm. Beləncik iynəmi saplayıram. İynəmi sapladım və indi ölçüsünü qoyaq və davam edək. Deməli, hanımlar, bu formada bitirdik. Deməli, bu formada bitirdik. Telefonumuzu qoyuruq.
işarələyirik yerini. Yerini işarələyirik. Bu formada hər iki tərəfdən, hər iki kənardan deməli işarə qoyuruq. Buradan və buradan qoyduq formada. Deməli, indi iğneye keçirdirik ipimizi. Burada ipimizi kesirik. Ve kestiğimiz ip bu formada bunu burada itiririk, burada bu formada. Bir de hanımlar bunun ucunu sökülmemek için yandırmak lazımdı. Mütləq yandırmak lazımdı ki sökülməsin. İndi mən də yandıracağım. Formada. Formada. Deməli götürürük. Başlayırıq tikməyə. Burada düyün düşdüyü üçün deməli buradan və buradan işarələyirik. Formada elədik. Bu formada deməli küncündən buradan götürürük. Bu hissədən buradan keçirtdik və bunun uç hissəsindən keçirdirik. Biraz formada götürdük. Eyni istiqamətdə tikirik. Buradan da götürürük. Götürüp formada dikirik.
Buradan salırıq və buradan salırıq. Ve keçirtmək lazımdır ki, rahat dikmək olsun. Formada belə dikərək sona qədər gəlirik. Sona qədər dikək gələk. Daha sonra buradan da dikirik. Bura gəlirik. Bu formada eyni dərəcədə, eyni formada dikirik. Bir bunu bura qədər, daha sonra bunu bura qədər dikirik. Sonra yenidən görüşək. Hanımlar, deməli hər iki kənarını toxudum. Toxuyub bitirdim. İndi bunu çeviririk. Düz üzünə. Bu formada. Bunun hər iki kənarı, hər iki üzü eyni formadadır. Fərqi yoxdur. Bu formada. Deməli. Deməli, burada olan bunu da yandırmaq lazımdır. Və bunu tərs üzünə formada. Formada eləyirik. Bizim deməli belə qoyuruq. Telefonumuzu qoyduq formada və bunu dikirik. Bunu birini burada qoyuruq. Birini də burada qoyuruq. Bu formada və dikirik. Dikəndən sonra da əgər istəsəniz bu formada zincir eləyərsiniz, istəsəniz də toxuma qulp toxuya bilərsiniz. Sizin öz istəyinizdən asılıdır. Bu formada mən belə keçirdirəm. Buradan ve
Forma da keçirdik. Belə tam hazırdır. Bunları da tikirik. Belə üstünə və çantamız hazırdır. Bu formada. Beləliklə bir əl işimizin də sonuna gəldik, çatdıq. Bir əl işimizin də sonuna gəldik, çatdıq. Əgər bəyəndinizsə like etmeyi unutmayın. Abone olsanız, zınqrov işarəsini aktiv etsəniz, toxuduğum əl işlərini ilk siz tanış olarsınız. Beləliklə yeni əl işlərimdə görüşənə qədər hələlik. Buyurun.